Salam, hörmətli kanal izləyicilərimiz, bir nəsib mən Masazır qəsəbəsində mərkəz yolun düz üzərində, mərkəz yolun məsafəsi 50-60 metr məsafədə olan, yol asfalt olan belə bir gözəl bir şəxsi tikili 4 otaqlı evimizdən mən tanış edirəm. Evimiz ümumilikdə 4 otaqdan ibarət təcili satılır 79 min manata. Kombi sistemi var. Evimiz qismən əşya satılır. Bax, belə bir gözəl bir yataq otağı, hörmətli kanal izləyicilərimiz. Bu taxtımıza kimi qalacaq. Müəyyən əşyalar var ki, qalacaq. Müəyyən əşyalar var ki, çıxacaq. Ümumilikdə 4 otaq, kürsülü 4 otaqlı 79 min manata təcili olaraq satışa çıxıb. Burası evimizin qonaq otağıdır. Genişdir. Qonaq otağı istəyiniz genişdir. Burada 1, 2, 3, 4 dənə yataq otağı və sağda isə mətbəximiz mövcuddur. Elələn dəqiqələrdə bütün otaqlarla mən sizi tanış edəcəm. Burası yataq otaqlarından biridir. Bax, belə bir gözəl bir yataq otağıdır. Pəncərələrin qarşını kəsən maneə yoxdur. Bütün otaqlarda kombi sistemi işləh vəziyyətdə hörmətli kanal izləyicilərimiz. Bir də xatın təcili olaraq evimiz 79 min manata belə bir gözəl bir evimiz satışa çıxıb. Həyətyan sayəsində də maşın daxil ola bilər. Onu xatırladım sizə. İndi isə digər otaqlarla mən tanış edim. Burada da bir dənə otağımız bax burada mövcuddur. Uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Birbaşa pəncərəsi yola baxır. Və burada isə otağımız da bax buradadır. Sol tərəfdə evimizin mətbəxidir və sol tərəfdə isə evimizin sanitar qoşağıdır. Demək olar ki, yenə də xatırladım ki, 90% əşyalar qalacaq. Pəncərəsi birbaşa yola baxır, hörmətli kanal izləyicilərimiz. Bu gördüyünüz belə bir gözəl bir mətbəxdir və burada sanitar qoşağıdır. Təcili pul lazım olduğuna görə evimiz satışa çıxıb. Evimiz hal-hazırda yaşayışlı evdir. Bir daha xatırladım, əşya satılır. Ümumilikdə 3 dənə böyük otaqdır, bir dənə isə balaca otaqdır, uşaqlar üçün nəzərdə tutulmuş yataq otağıdır. Bu pəncərəmizdə birbaşa yola, daha doğrusu həyətinə baxır pəncərəsi. Remont da çox sərgəli saxlanılıb, həddən artıq. İndi isə mən həyətyan sayəsindən tanış edim. Buraya isə bax, belə bir həyətyan sayəsidir. Qalsın həyətinə maşın daxil olur. Yəni qapısını lazım açı saxlaya bilərsiniz. Onu da xatırladım. Su səndəki ümumi hər şey tam qaydasında bax, belə bir evimizin fasad görünüşü var. Padvanla girişidir. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə tanış ola biləsiniz.